Sen canım bu videoya dikkatle bakın da. Ahıra gibi bakın, gülmekten öleceksiniz de yani. Əlbəttə elə Yaponiya inkişaf edir. Yaponiyadakı insanlar ağıllıdır. Nə bilim nə. Ha burada ağıl. Gör bir dənə Yapon sürücülük vəsiqəsi almaq üçün o yezda dediyimizdən edir. Gör də yəni nə qədər Yapona əziyyət verir. Bunlara yaxşı eləyib belə bomba atıblar da nə vaxtında. Yapon da Yapona belə əziyyət eləyir. Sürü öyrənəcəklər. Nə olub? Buna bax. Buna bax. Dünyanın ağırıdır. Maşınla gəlib sürücülük vəsiqəsi almadısa, sürə-sürə gəlib sürücülük vəsiqəsi almadısa nə ləzzəti var? Vura-vura, sürə-sürə, nə bilim, öyrənəcək də, ha? Nə vacibdir ki, bu qədər əziyyət verirsiniz? Özüm ölüm, Amerika gəlib bir dənə də o bombadan tullamalıdır sizin başınıza. Sizdən belə adam olmayacaq. Belə görürəm ki, o vaxt bomba sizə adam eləməyibsə, bundan sonra siz cəddin adam olasınız. Buna bax. Ay Allah, bu da o. Söz tapamıram da, artıq mənim sözüm qutarıb da. Bütün bu əziyyətlər bir dənə sürücülük vəsiqəsi almaq üçün də bunun bir asan yolu mütləq var da. Yəni bunun bir asan yolu mütləq var. Yəni insan da insana belə əziyyət mi eləyər? Yəni nədir sürücülük vəsiqəsi alacaq? Ölmüşəm də ona gülməkdən. Yəni bu videoya baxanda nə bilim bundan daha gülməli video görə bilmərəm də yəqin ki. Dəhşət, dəhşət.